Salam dostlar, kanalıma hoş geldiniz. Bugün sizinle tam bir günümü paylaşıram. Əslində günə bugün səhər erkəndən saat 5'te başlamışam. Yoldaşım oruç tutur, ona göre de sabah uyanıram, onun için səhər yeməyi hazırlayıram. Daha sonra ise kızıma səhər yeməyi hazırlayıram burada, onun için gerkules hazırlayıram. Gerkulesini çalıştığım qədər tərkibini zəngin edirəm ki, dadı xoşuna gəlsin. Təxminən 3 xörək qaşığı gerkules götürürəm, üzərinə qaynar su əlavə edirəm. 10 dəqiqəyə yaxın gerkuleslərin tam yumuşalmasını gözləyirəm. Daha sonra üzərinə yağ əlavə edirəm. İstifadə etdiyim yağ ankor yağıdır və 3 ədəd xurmam, həm qabığını soyuram, həm də dənələrini çıxardıram. Üzərinə isə daha da dadlandırmaq üçün süzgəcdən qoz və ya fındıq keçirirəm. Bu dəfə fındıq keçirdim və üzərinə səpdim, əlavə etdim. Özüm də dadına baxdım. Çox dadlı alınır. Qızım da severək yeyir. Budur, artıq hazırdır. Yanında da bir stəkan su götürürəm və gedirəm onun yeməyini verməyə ki, yesin. Budur, birinci suyunu içir. Mən də o arada pəncərədən çölə baxıram. Bugün hava çox yaxşıdır. Həm də bugün çərşənbə günüdür. Günümüz çox maraqlı olacaq. İşlərim çoxdur. Ona görə də elə bugün məhz vlog başlamağı qərar aldım. Qızım yeməyi yeyərkən mən də yataq otağımı səliqəyə saldım və gedirəm digər işlərimi görməyə. Bugün əsasən mətbəxdə işim çoxdur. Həm yemək hazırlayacağım, həm qızım məktəbə getməlidir, onu aparacağım. Həm çərşənbə üçün hazırlıqlar görəcəm. Ümumiyyətlə bugün işlərim çoxdur. Nasıl? Oh, güzellerim. Artıq səliqə təmizlik işlərini bitirdim. Həmin kadrlarda da qızım çəkirdi məni. Yəqin ki, səsini də eşitdiniz. Söhbət edirdik. Və burada artıq biz hazırlaşırıq. Məktəbə gedirik. Onu hazırlaşdırıram. Saçlarını yığıram. Əynin özü geyinir. Artıq paltarlarını geyinə bilir. Saçlarını isə mən darayıram. Heç sevmir saç daramağı. Burada meymunluqlar eləyir ki, ağrıdır. Yolursan saçımı. Bir təhər saçını darayırıq. Toplayırıq bir yerə. Və məktəbə yola düşürük. Qızımı məktəbə qoyacağım. Təxminən 2 saat o məktəbdə qalır və həmin müddət ərzində də mən gəlib yemək hazırlayacağam. Yeməyi belə tez hazırlamağa başlayıram. Çünki günorta dərslərim olacaq. Axşam isə artıq çərşənbədir, bayramdır və mən istəyirəm ki, aş hazırlayayım. Ona görə elə indidən başlamışam işə. Özümə əvvəlcə bir fincan çay süzdüm ki, çayımı içim, daha sonra işlərimi görüm. Bu gördüyünüz zəfərandır. Bunu qaynatam əki belə gətirir və mən də həmişə aş dəmləyəndə mütləq istifadə edirəm. Üzərinə qaynar su tökürəm və gözləyirəm ki, mən digər prosesləri görən müddətdə o da yaxşı dəm alsın və aşın üzərinə əlavə edəcəm.
Artıq işlərimin bir hissəsi hazırdır. Toyuğu doğradım və onu suya qoydum. Burada isə aşı süzmək üçün suyu qaynatmışam. Hətta aşı da əlavə etmişəm üzərinə. İndi 5-10 dəqiqə gözləyirəm ki, düyülər bişsin. Həmin boş müddət ərzində də gəlmişəm. Burada testlərimə baxıram. Çünki bugün yadıma düşdü ki, həm də onlayn dərsim var və məntiq dərsidir. Əvvəlcədən özüm tapşırıqlara baxıram ki, izah zamanı şagirdə mənim üçün asan olsun. Və gəlirəm, artıq hazırdır, düyü də bişir. Aşı dəmə qoymağa hazırlaşıram. Artıq mətbəxdə işimi yekunlaşdırdım. Aşı 40 dəqiqəlik müddətinə zəif ateşdə dəmə qoymuşam. Həmin müddət ərzində də gedirəm qızımı məktəbdən gətirməyə. Həyətə düşmüşkən zibilləri də atıram və pişiklər üçün yemək də aparıram. Toyuğun artıq hissələrini doğramışam və onu pişiklərə verirəm. Burada da qızımı məktəbdən götürüb evə qayıdıram. Bu peçeniyəni ana-bala çox sevirik. Yol üstü peçeniya aldım və popkorn qarğıdalısı aldım ki, axşam qızıma söz vermişəm, onun üçün popkorn hazırlayacağım və birlikdə əyləşib televizora baxacağıq. Artıq mənim şirinlərim gəlib, burada onlarla məşğulam. 2 saat uşaqlarla məşğul oluram. Daha sonra isə ardınca onlayn dərs və axşam yeməyi zamanında biraz qızımla əlavə məşğul oluram. Axşamdır artıq burada və biz gedirik tonqal yandırmağa. Kadrlarda gördüyünüz ağac zoğal ağacıdır. Və mənə görə yazın ilk xəbərini onlar verir. Çünki həmişə ilk çərşənbədə zoğal ağacı çiçək açır və bununla da hiss edirsən ki, artıq yaz gəlir və hər tərəf yaşıllaşmağa, çiçəklənməyə başlayır. Tonqalımızın ətrafında xeyli dayanırıq, hətta orada çay içirik. Daha sonra isə evə gəlirik. Hava da soyuq idi, üşümüşdük. Gəlirik evə. Mənim Temu sifarişlərim var, onlar gəlib. Eyni zamanda Trendyol da var. Gəlin birlikdə baxaq görək mənə nələr gəlib. Sifarişlər haqqında ilk onu demək istəyirəm ki, gördüyünüz bu 2 əşyanı mənə Temu tam ödənişsiz, pulsuz şəkildə hədiyyə göndərir. Yəqin ki, Temu tətbiqində olan oyunu içinizdə oynayanlar var. Mən də həmin kəslərdən idim və uzun müddət idi ki, həmin oyunu oynuyordum. Düzdür, çox vaxtım olmurdu. Ara sıra girdikcə, xüsusilə axşam saatlarında tətbiqi açarkən oynuyordum və dostlar, qohumlar da mənə kömək eləyirdi, linkimi açırdılar və mən belə bu 2 hədiyyəni sonunda qazandım. Hədiyyə seçimini özüm etdim. Orada müxtəlif hədiyyələr göstərilir ki, bunlardan seçə bilərsiniz ikisini və mən də onların təklif etdiyi hədiyyələr arasından bu 2 əşyanı seçdim. Birincisi çanta idi. Səyahət üçün nəzərdə tutulmuş çantadır. Bir özəlliyi də var idi ki, onu koda qoymaq olur və yalnız özünüz aça bilirsiniz həmin kod vasitəsilə. Elə mənim də xoşuma məhz bu özəlliyi gəlmişdi, ona görə götürmüşdüm.
İkinci gördüyünüz isə tripoddur. Videolar çəkmək üçün, telefonu saxlamaq, kameranı saxlamaq üçün ştativdir. Videolarımda daha effektli olması üçün ondan istifadə edəcəyim. Bu gördüyünüz qutuda olan üz baxım vasitələri, makyaj vasitələri isə öz sifarişlərimdir. Trendyoldan almışam öz ödənişim müqabilində. Bu gördüyünüz maskaradır. Artıq istifadə etmişəm. Çox bəyəndim. Bu isə üz yuma vasitəsidir. Belə mango ətirli Koreya məhsuludur. Bunu da çox bəyəndim. Daha sonra isə özüm üçün krem almışam. Bunu da daha öncə istifadə etmişdim və razı qalmışdım. Bu ikincisidir artıq. İndi isə gedirəm qızıma söz verdiyim son bugünə aid olan işi görməyə. Onun üçün popcorn hazırlayacağım və birlikdə televizora baxıb daha sonra isə yatmağa gedəcəyik. Və bu da mənim kənardan bəziləri üçün asan görünən gündəlik həyatım, gündəlik işlərimin qısa icmalı. Burada isə sizinlə sağollaşıram. Videoma sona qədər baxdığınız üçün hər birinizə çox təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər. Hələlik.